Son illər tütün məhsullarından istifadə edənlərin yaşı getdikcə gəncləşir. Bu da ictimai sağlamlıq baxımından narahatlıq doğurur. Xüsusilə gənclər arasında tütün və elektron siqaret istifadəsinin yayılması cəmiyyət üçün bir siqnaldır. Apardığımız sorğu göstərir ki, vətəndaşların əksəriyyəti tütün məmulatlarının zərərlərini bilə-bilə ondan vərdiş adı altında istifadə edirlər. Məsləhət görərdim çəkməsinlər. Siz zərərlərini bilə-bilə çəkirsiniz? Bəli. Adici olaraq bir neçə stres keçirmişəm ona görə. Yeniyetmələrin hamısı çəkir, ən çox da elektron çəkirlər. Biz başa düşürük ki, çox böyük ziyandır. Amma ki, o siqaret çəkməyin də mənə elə gəlir ki, bir səbəbi var. Ətrafda qadınların siqaret çəkdiyini görmüsünüz? Onlar vəbşə mən çox pis baxıram, çox pis baxıram. Zərərlərini bilə-bilə istifadə edir. Vərdişlə istifadə edirəm. Tütün məhsullarının tərkibində çoxsaylı kimyəvi maddələr mövcuddur. Bu maddələr ürək-damar, tənəffüs sistemi və digər xroniki xəstəliklərin yaranmasına səbəb olur. Ağciyər xərçənginin yaranma riski isə olduqca yüksəkdir. Məhsulun tərkibində olan nikotin və digər toksik maddələr damarları daraldır, qan təzyiqini artırır və ürək ritminə təsir göstərir. Uzun müddətli istifadə infarkt və insult kimi ciddi xəstəliklərlə nəticələnə bilər. Tütün həmçinin diş ətlərinə zərər verir, diş ət xəstəliklərinə və diş itklərinə səbəb olur. Ağızda xoşagəlməz qoxu, ləkələr və diş çürüklərinin riski yüksəlir. Tütünlə yanaşı gənclər arasında geniş yayılan elektron siqaretlər də asılıq yaradır. Bir çox istifadəçi imtina etməkdə çətinlik çəkir. Elektron siqaretlər isə onların da belə deyim, tərkibindəki kimyəvi maddələrin miqdarı o qədər çox olmasa da bunun da insan sağlamlığına ciddi şəkildə mənfi təsir göstərir. Bəzi insanlar bunu düşünürlər ki, elektron siqaretlər siqaretdən zərərsizdir, daha məsumdur. Xeyr. Elektron siqaret də insan sağlamlığına olduqca ciddi mənfi təsir göstərir. Elektron siqaretlərin də xərçəng yaratma riski yüksəkdir. Ürək-qan damar sistemi xəstəliyi yaratma riski çox yüksəkdir. Hətta bəzi elmi araşdırmalar bunların sonsuzluq da yaratdığını göstərir. Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılması ilə əlaqədar cərimələri qəbul edib. Belə ki, qadağan edilən yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və saxlanılmasına görə nisbati xətanın bilavasitə obyekt olunan mallar müsadirə edilməklə fiziki şəxslərə 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslərə 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə tətbiq olunacaq. Qanun qəbul olunarkən bu qanunun tətbiqinin iqtisadi cəhətdən iş adamlarına təsirinin minimallaşdırılması üçün qanunun tətbiqi bir neçə ay gecikdirilmiş və aprel ayının 1-dən düşünürəm ki, artıq qanunun tətbiqi həmin risklərin də qarşısını almış oldu. Yeni qəbul olmuş qanun gələcəkdə əhalinin sağlam həyat tərzinin təmin olunması, məktəbli uşaqlarımızın həm davranışının, həm təhsilinin inkişafına müsbət təsir göstərəcək. Ən əsası isə bu uşaqlarımızın sağlamlığına, ümumiyyətlə əhalinin sağlamlığının qorunmasına müsbət təsir göstərəcəkdir. Beləliklə, yeni qəbul edilən qanunun əsas məqsədi əhalinin sağlamlığının qorunması və zərərli vərdişlərin yayılmasının qarşısının alınmasıdır. Xüsusilə gənclər arasında nikotin asıllığının artım tempini azaltmağı hədəfləyir.